belə bu viddə satılmamalıdır. Bunlar hamısı ziyan insanlara. Bazarda alıcıların ən çox aldığı məhsullardan biri də süd məhsullarıdır ki, bu məhsullar açıq şəkildə, etiketsiz şəkildə satılır ki, bu məhsulların mənbəyi, yararlılıq tarixi, nə zaman istehsal olunduğu və harda istehsal olunduğu bilinmir. Bu da alıcılar arasında müəyyən suallara səbəb olur. Məhz bu səbəbdən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ağartı məhsullarının mərhələli şəkildə etiketlənməsinə başlayıb. Layihəyə ilk olaraq Bakının Yaşıl bazarında start verilib. Növbəti mərhələdə paytaxt və region bazarlarını da əhatə etməsi nəzərdə tutulur. Etiketlərdə məhsulun istehsalçısı, mənşəyi, istehsal tarixi və yararlılıq müddəti kimi məlumatlar əks olunacaq. Lakin yeni tələblərlə bağlı bir sıra suallar da yaranır. Etiketləmə bazarlarda satılan ağartı məhsullarının qiymətinə təsir göstərəcəkmi? Kiçik istehsalçılar yeni qaydalara uyğunlaşa biləcəklərmi? Daha gözəl olsun, amma mən bilmirəm o bizə neçəyə mail olacaq. Onsuz da biz burada çox çətinliklə çalışırıq. Həm icarə haqqı, həm enerji pulu, həm su pulu, həm də müştərilərinlə, yəni ki, belə deyək, inandırıcı şəkildə həqiqətən bu sex deyil, kənd məhsuludur. Bu daha etibarlı olardı məncə, amma bizə ziyanı olmasa, zərbəsi dəyməsə nə əla. Etiketli olmalıdır da ki, adam bilsin ki, neçədir, nədir. Ona görə ki, hərdən görsən, soruşursan, bunlar da hirslənirlər ki, cavab verə bilmirlər. Bu məhsullar necə olmalıdır, necə satılmalıdır? Bu məhsullar belə yox. Yəni bunun formaları olmalıdır, bu satıcının forması olmalıdır. Yəni bunun papağı, bunun əlcəyi, bunun hər şeyi. Yəni bax belə bu viddə satılmamalıdır. Bunlar hamısı ziyan insanlara, insanlara ziyandır. İnsanların ömrünü azaldan həmin bunlardır. Etiketsiz məhsullar hər zaman istehlakçı üçün şübhəli məhsullar qismində olmalıdır. Çünki onların tərkibində mikroorqanizmlərin sürətlə çox inkişaf etməsinə görə əlverişli mühit olduqda və yaxud da baytar nəzarətindən keçməyən heyvanla alınan məhsul olduqda bu zaman insan orqanizminə salmonella, E. coli və digər patogen bakteriyalara yoluxma riski daha çox yüksək olur. Eyni zamanda da bəzi insanlarda süd zülalına və yaxud da laktozaya qarşı həssaslıq olur ki, əgər etiket yoxdursa və bu məhsulun üzərində allergen maddələr göstərilməyibsə, həmin insanların sağlamlığında ciddi fəsadlar törədə bilər. Bəs etiketlənmə bazarda məhsulların qiymətinə təsir edəcəkmi? Bazarda satılan məhsulların etiketlənməsi sahibkar üçün xüsusən ilkin dövrdə xərclərin artmasına gətirib çıxara bilər. Çünki etiketlənmə, qablaşdırma müəyyən xərc deməkdir. Amma bu əhəmiyyətli qiymət dəyişikliyinə və yaxud xərc artımına gətirib çıxartmır. Çünki bu cür xərclər məhsulun maliyyə dəyərində böyük çəki tutmur, böyük xərc tutmur. Amma təbii ki, xüsusən də kiçik istehsalçılar üçün bu xərc artımı deməkdir. Qərarın effektivliyi bir sıra aspektlərdə olduqca müsbət nəticələrə gətirdiyinə görə sahibkarın müəyyən qədər xərcinin artması burada əhəmiyyətli bir məsələ deyil cəmiyyət üçün. Çünki məhsulun keyfiyyətliyini təmin edən bu cür etiketlənmə keyfiyyətsiz, vergidən yayınan sahibkarların aşkarlanmasına gətirib çıxaracaq. Etiketləmə sistemi bazarlarda şəffaflığın və qida təhlükəsizliyinin artırılmasına xidmət edir. Yeni qaydanın həm istehlakçılar, həm də satıcılar üçün praktik nəticələri isə tətbiq olunduqca daha aydın görünəcək.